Bu onun artıq 4-cü həbsidir. 4-cü dəfə də Barışın cinayət işi açılır və bu dəfə ən uzun müddətə həbsə göndərilir, yəni 9 il. O sübutlara baxmayaraq, hakim heç bir şey nəzərə almadan yuxarıdan sadəcə prizin aparatından gələn İlham Əliyevin qərarını elan elədi. Sözsüz ki, bu bizim üçün sürpriz oldu mu? Xeyr, çünki Azərbaycan reallığı da artıq və hər kəs də bunu qəbul edib ki, siyasi məhbuslarla bağlı qərarlar birbaşa olaraq İlham Əliyevdən gəlir. İstər onların həbsi olsun, istər həbs dönəmindəki qarşı onlara münasibət olsun. Bunlar bir məna olaraq İlham Əliyevdən gəlir. Artıq 4-cü həbsidir. 4-cü dəfə də Barışın cinayət işi açılır və bu dəfə ən uzun müddətə həbsə göndərilir, yəni 9 il. Bundan əvvəlki 4 il 3 ay idi, ondan əvvəlki 5 il idi, amma bu dəfə bütün əndazələri aşaraq artıq heç bir sübut, dəlil, heç bir cinayət olmadan Tofiq Yaqublu 9 il. Sözsüz ki, bu prosesin qalibi Tofiq Yaqubludur və Tofiq Yaqublu da bu məsələ ilə bağlı bu gün axşam və yaxud da sabah artıq öz mövqeyini bildirəcək.